Mən hədislər oxumaq istəyirəm bugün bir neçə dənə təfəkkür haqqında. İmam Sadiqdən nəql olunub. Bunları oxuyuram ki, da çox izah verməyim. Vəl fikrətu mir'ətul həsənat və kəffərətus səyyiat. Buyurur, təfəkkür yaxşılıqları üzə çıxaran və pisliklərin kəffarəsidir. Yəni, bəzən biz pisliklər haqqında düşünürük, düşünməklə onu tərk edirik, kökünü qəlbimizdən çıxardırıq. Düşünməklə həll edirik. Hərdən lazımdır insan diyansın, bu hər yerdə keçərli deyil, bəzi yerdə mübarizə lazımdır. Amma bəzi pis əməllər var. İnsan inanın diyansa özünə üçün bir dəqiqə diyan, niyə bunu eləyirsən? İnanın, vallah, billah, bir çox günahlar var ki, o sualı verib düşünməklə tərk eləyə bilərik. Hər şeyə mübarizə adı qoymayaq. Bir sırası qalar ki, mübarizə aparmaq. Əvvəl bu şeylər ki, düşüncə ilə həll olunacaq, onları həll eləsin insan. Və dalıca buyurur və ziyaul qulub, qəlblərin ziyasıdır. Ona görə ziyalı deyirlər, ziyalı bilən adama demirlər. Adam var, elmlər doktorudur, amma ziyalı deyil. Adam var, elmi azdır, amma ziyalıdır. Ziyalı bilənə yox, düşünənə deyirlər, təhlil edənə deyirlər. Ziyalı o adamdır. İnsan var ki, kompüter kimi başını məlumatlarla doldurub. Din aliminə də aiddir bu, dünyavi elmlərdə fərqi yoxdur. Məlumat toplusu ziyalı deyil. Ziyalı oxuduğundan nəticə çıxaran, düşürüb, təfəkkür eləyib, müəyyən bir elmini təfəkkürlə artıran adam ziyalıdır. Elmini təfəkkürdən artıran insan ziyalıdır. Və fushatul xulq. Təfəkkür əxlaqın gözəlləşməsidir. Ərəbcə deməyin, vaxt uzalmayayım. Təfəkkürün nəticəsi İmam Sadiqin hədisidir. Axirətin abad olmasıdır. Təfəkkür vasitəsilə hər bir şeyin aqibətindən xəbərdar olursan. Axır aqibəti aparır, çatdırır səni. Təfəkkür 100 addım sonrada olan nəticələrə çatdırır. Təfəkkür səbəb olur insanın elmi artsın. Və hiyə xəslətun, gözəl söz budur. Və hiyə xəslətun la yu'bədullah bimisliha. Buyurur ki, təfəkkür elə bir xislətdir ki, Allaha ondan daha üstün heç nə ilə ibadət olunmaz. Təfəkkürdən daha üstün heç bir şeylə Allaha ibadət olunmaz. Yəni, təfəkkür qədər heç nə ilə Allaha ibadət olunmaz. Yəni, bütün ibadətlərin içində ən təsirlisi Allaha tez yaxınlaşdıran təfəkkürdür. Peyğəmbər buyurur, fikrətü saatin xeyrun min ibadəti sənə. Buyurur ki, bir saat oturub düşünmək, bir il ibadətdən üstündür. Bir il bir şans ibadətdən, dayanmadan ibadət eləmək. Gündüzlər oruz, gecələr səhərə qədər namaz, zikir, dua, bir il heç kəs belə yaşamayıb, yaşamaq mümkünsüzdür. Buyurur, bir saat oturub bir küncdə düşünmək, bir ili ibadətdə keçirməkdən üstündür. Biz bu qədər önəm veririk düşüncəyə. Müsəlmanlar düşüncəyə bu qədər önəm versəydi, bugün də olardı, bu vəziyyətdə olardı. Adam qorxur müsəlmanın vəziyyətindən, qorxur. Hərdən deyirəm, dünyanı qınamayın. Düzdür, məsələn, o gün bir verilişə baxırdım, məsələn, axtarış versən internetdən müsəlman, qəribə bir şeydir. Ya müsəlman, ya şiə, baxırsan, deyir, veriliş idi, elə yerli kanallar, internet kanallarının birində. Əyani də göstərirdi. Ancaq çıxan şəkillər qorxunc sifətli adamlardır. Bu elə belə deyil. Böyle belə deyil. Başını yaran, qan içində olan adamlar, müsəlmanların şəkilləri ancaq etiraz aksiyalarında olan, məsələn, biri nəsə qışqırır, başına qara bağlayıb, əlində taxta ilə kimisə vurur. Bu seçmə belə şəkillərdir. Təbii ki, biz o qədər avam deyilik deyə bu təsadüfən belə olub. Bunu lazım olan bəzi, kimə ki lazımdır, onlar bunu eləyib. Amma bunda bizim günahımız yoxdur. Yaxşı, düşmən düşməndir, düşmənçiliyin eləməlidir. Elə düşmən ona görə düşməndir ki, belə eləyir. Bəs bizim günahımız yoxdur, bizim çox günahımız var. Biz düşüncədən, təfəkkürdən məhrum olan bir ümmət halına gəlib çatmışıq. Bizim dinimiz bu qədər. Buyurur ki, bir illik ibadətdən üstün oturub bir saat düşünməkdir. Amma düşünən müsəlman. Müsəlman gedir məsciddə namazını qılır, qasır gedir işinin dalıca. Düşüncəyə fürsət vermir özünə.
Gərək Allah qismət eləsin, nəsib eləsin bizə. Əli əleyhissalam buyurur: La xeyrə fi ibadətin leysə fiha təfəkkuh və la xeyrə fi ilmin leysə fihi təfəkkur və la xeyrə fi qiraətin leysə fiha tədəbbur. Üç söz deyir, üçü də təfəkkürə aiddir. Buyurur ki, bir ibadət ki, onda təfəkkür yoxdur, o ibadətdə xeyr yoxdur. Təfəkkuh yoxdur. Təfəkkuh yəni dərinlik, düşüncə dərinliyi. Bir elm ki, onda təfəkkür yoxdur, onda xeyr yoxdur. Bir qiraət, yəni nəsə oxumaq, Quran oxumaq ki, onda tədəbbür yoxdur, tədəbbür də elə təfəkkürdür. Düşüncə yoxdur, onda heç bir xeyir yoxdur. Bir nəfər Peyğəmbər xanımına dedi ki, Peyğəmbərdən ən təsirli xatirə danış mənə. Səhv eləmirəmsə Ummu Sələməyə dedi, səhv eləmirəmsə. Dedi ki, Peyğəmbərlə bir ömür yaşamısan, mənə bir xatirə danış ki, sənə çox təsir qoyub, iz buraxıb. Dedi, Peyğəmbərin həyatı başdan başa təsir idi, amma bir şeyi heç vaxt unutmuram. Bir gecə yuxudan durdu, ibadət elədi. Ayaq üstə dayandı, ağladı, aramsız ağladı. Heç belə görməmişdim. Ağladı, üzü yaş oldu göz yaşından. Deyir, taqəti qalmadı ayaq üstə dayanmağa, səcdəyə getdi, ağladı, səcdə yeri yaş oldu. Sübh azanına qədər ağladı Peyğəmbər. Sübh azanı vaxtı Bilal gəldi, Peyğəmbərlə gedir, dedi, ya Rasulallah, niyə bu qədər ağlayırsınız? Gedək, sübh namazının vaxtıdır, məscidə gedək. Peyğəmbər buyurdu ki, deyim sənə niyə ağlayıram, bu ayə nazil olub mənə. İnnə fi xalqis səmavat vəl ərz lə ayatin li ulil əlbab. Həqiqətən göylərin və yerin yaradılışında ağıl sahibləri üçün ibrətlər var. Bilal başa düşmədi. Dedi, ya Rasulallah, burada ağlamalı nə var ki, yerlə göyün yaradılışında ağıllılar üçün, düşünənlər üçün ibrət var. Buyurdu ki, vay olsun o kəslərin halına ki, bu ayəni eşidir, yenə də düşünmür. Peyğəmbər taqətsiz hala düşür, düşüncə ayəsi nazil olanda, təfəkkür ayəsi nazil olanda. Çünki Peyğəmbər dünyadan köçəndə nigarançılığı nədən idi, özü buyurdu. Buyurdu, mal kasıbçılığından qorxmuram ümmətim üçün. Neftləri var, məsələn, indi müasir dillə desək. Neftdən satacaqlar, yeyib içib yaşayacaqlar. Düşüncə qıtlığından qorxuram. Başqasının sərvəti yoxdur, amma düşüncə ilə onlara hakiməm. Bunu izah üçün deyirəm. Peyğəmbər bu sözü demədi. Peyğəmbər bir cümlə dedi ki, ümmətim üçün mal fəqirliyindən yox, var dövlət fəqirliyindən yox, düşüncə kasıbçılığından, düşüncə kasadlığından qorxuram. Rək'atani xəfifətan fit təfəkkur xeyrun min qiyami leylə. Buyurur ki, 2 rikət sadə namaz, sürətli namaz. Lap qaça-qaçla yox, yəni müstəhəbsiz adi namaz. Gecə təfəkkürlə olsa 2 rikət. Gecəni səhərə qədər düşüncəsiz ibadətdən üstündür. Nə sadə, nə gözəl, nə ziyalı dinimiz var. Din haqqında ziyalı sözü deməzlər, ziyalı adama deyirlər. Amma mən bilərəkdən deyirəm ki, başqa söz tapa bilmirəm. Nə qədər mütərəqqi dindir. Deyir, 2 rikət namaz qıl düşüncə ilə gecə səhərə qədər oyaq qalıb ibadət eləməkdən daha üstündür. Sözü yekunlaşdırıram. Buyurur, qaranlıq gecədə yol gedirsən, çırağa ehtiyac var. İşıq gərək olsun ki, yol və işıq satsın, düşməyəsən çalaya, uçuruma. Buyurur ki, insanın da həyat yolunu getməsi yolunda yeganə çıraq təfəkkürdür. Yəni, belə məlum olur ki, təfəkkür olmasa qaranlıqda qalmış adam kimidir. Heç vaxt məqsədə gedib çata bilməyəcək bu insan. Və təfəkkür insana soruşdular, Loğmana niyə hikmət verildi? Quranda Loğman surəsi var. Allah buyurur ki, ona biz hikmət verdik. Hikmət bilirsiniz, balaca bir şey deyil. Hikmət Peyğəmbərliyə yaxın, ən yaxın məqamdır. Soruşdular, niyə dedi, sadə məsələdir. Loğman çox fikirləşirdi, düşünürdü. Şeytanın xoşu gəlir təfəkkürsüz dindən. Təfəkkürsüz adamın məzhəb adı ilə bir-birinin canına salmaq asan olur. Ən böyük problemi bu olur ki, o vaxt kim filan şey elədi, Allah ona lənət eləsin, Allah buna lənət eləsin, qılıncı götürsün, cəmaatın başını kəssin. Mən eşitmişəm, deyir ki, fəxr elirlər, deyir, mən məsələn 20 baş kəsmişəm, sən necə baş kəsmişsən? Məsxərə vəziyyətinə gətiriblər İslam dinini, məsxərədir. Bu, ancaq düşüncə kəsadlığının və daxili rəzilliyin nəticəsidir. Və şeytanın xoşu gəlir ki, bir dində təfəkkür olmasın. Çünki təfəkkür olmasa elmin də faydası yoxdur, ibadətin də faydası yoxdur, heç nəyin qiyməti yoxdur. Gərək çalışaq, həyat tərzimizi kökündən dəyişək. Deyir, gəldim Ayətullah Bəhaəddinin evinə, gördüm,
qışqırdım, oturub bir küncdə. Uşaqlar da səs-küy salır, dağıdır aləmi. Deyir, uşaqların üstünə qışqırdım ki, sakit olun. Dedi, nə işin var onlarla? Deyir, sizə görə elədim, amma deyir, mənə görə narahat olma. Mən öz düşüncə aləmimdəyəm, öz təfəkkür aləmindəyəm, bunlar mənə mane olmur. İnsan o qədər məşq eləyir ki, düşüncə onu başqa bir aləmə aparır, başqa bir məqama aparır, çatdırır. İmam Sadiq əleyhissalam buyurur ki, Əbu Zər eləyən o idi ki, çox düşünürdü. Salmanı Salman eləyən bu idi. Sözümün sonunda bunu deyim ki, Quran oxuyuruq, dua oxuyuruq. Mən sizə məsləhət, bir qardaş kimi məsləhətim budur ki, duaları təfəkkürlə oxuyaq. Dua bizim üçün təfəkkür vasitəsi olsun. Bir alim deyirdi ki, ağac, biz hərdən mərasimə çeviririk hər şeyi. Saatla yığışırıq, məsələn, Kumeyl duası oxuyuruq. O alim deyirdi ki, az Kumeyl duasını bir cümlə oxu. Ya səri ər-rıza, ey tez razı olan Allah. Bunu düşünərək oxu, bir saat Kumeyl duası oxumaqdan üstündə oxuyuruq, baxırıq görək nə qədər qaldı. Bunun nə mənası var ki? Bunun nə mənası var ki, oxuya baxasan, hasan qutaracaq. Ondan sonra bir cümlə oxu, üzərində düşün. Quran oxuyursan, alimlərdən, səhabələrdən eşitmişəm. Bir ayəni oxuyub, bir gecə düşünürdü üzərində. Peyğəmbər buyurdu, belə yaxşıdır. Tez-tez Quran oxuyub, xətm eləməyə Ramazan ayında çalışma. Bir-iki ayə oxu, düşün üzərində. Əllamə Təbəətəba deyirdi ki, hər vaxt Qurandan bir ayə oxuyurdum, eyni ayəni 10 dəfə də oxusam, 10 dəfə təzə şey başa düşürdüm. Əl-Mizan təfsiri yazıb. Əl-Mizan təfsirində öz başa düşdüyünü yazmayıb. Heç kəs ümumiyyətlə kitabında başa düşdüyünü yaza bilmir. İnsan düşüncə ilə həm mənəvi tərəqqiyə çatır, həm maddi inkişafa çatır, elmi texniki tərəqqiyə çatır. Düşüncə qısası bütün xeyirlərin açarıdır. Gələn həftə Allah bizə ömür versə, düşüncəyə necə çatmaq olar? Onun məharətləri hansılardır? Qismət olsa o barədə danışarıq inşallah. Allahümmə